Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər, abituriyentlər və informatika fənnini sevən insanlar. Bu videoda informasiyanın kodlaşdırılması mövzusuna aid çox çətin 6 dənə suala baxasıyıq. Variantları yoxdur. Bu suallar ümid edirəm ki, hər kəsə faydalı olasın. Vaxt itirmədən başlayaq. Birinci sualda deyilir ki, 16 səhifədən ibarət olan informasiyanın həcmi 655.350 baytdır. Hər səhifədəki informasiya həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 2 dəfə azdır. Simvolların ASCII standartı ilə kodlandığını nəzərə alaraq 7-ci səhifədə olan informasiyanın həcmini bayt ilə hesablanın. Deməli, burada 16 səhifə var. Bizdən 7-ci səhifədəki informasiyanın həcmini istəyir. Deməli, biz birinci səhifədə nə qədər informasiya olduğunu bilmirik. Tutaq ki, burada x bayt informasiya var. Onda ikinci səhifədə olasıdır 2 vur x bayt. Düzdürmü? Üçüncü səhifədə olasıdır 4 x bayt informasiya. Çünki 2 dəfə az demək. Deməli, özündən sonra gələnin 2 dəfə az demək. Yəni, hər biri özündən əvvəlkindən 2 dəfə çox deməkdir. Düzdürmü? Üçüncü səhifədə də bunun 2 misli 8x bayt və s. bu formada davam edir. Yəni 7-ci səhifəni yazaq arada. 7-ci səhifədə olasıdır. Baxın bir şey fikirləyin. Bu 4-cü səhifədə 2-dən 3 yazdım. Baxın, birinci səhifədə sanki 2 üstü 0 vur x-dir. İkinci səhifədə 2 üstü 1. Üçüncü səhifədə 2 üstü 2. 2 üstü 3. Onda 7-ci səhifədə olacaq 2 üstü 6 x bayt. 16-cı səhifədə olacaq 2 üstü 15 x bayt. Düzdürmü? Yəni, bu səhifə nömrəsindən 2-nin qüvvəti bir vahid az olur. Bizdən bu 7-ci səhifədəki olan həcmi istəyir. Və deyir ki, bu 16 səhifənin toplamı 655.350 baytdır. Yəni, bunların hər birini mən toplasam, bərabər olacaq 655.350 bayta. Mən burada x-i ortaq vuruq çıxartsam, olur 2 üstü 0, üstə gəl. 2 üstü 1, üstə gəl. 2 üstü 2, üstə gəl. 2 üstü 3, üstə gəl. Nöqtələr 2 üstü 6, 7-ci səhifəni yazdım. Üstə gəl nöqtələr 2 üstü 15-ə. Bərabərdir 655.350. Bu, bura sığmadır. Çox əhəmiyyətli deyil. İndi, baxın, burada bu yazılış, baxın, bu hissə həndəsi silsilədir. Həndəsi silsilə. Yəni, əslində biz, deməli, birinci həddi 1, sonuncu həddi 2 üstü 15 olan və küsü, yəni silsilə vuruğu da neçədir? 2-dir. Çünki 2, 4, 8 bu formada artdığına görə. Küsü də 2 olan ilk həddi biz B1 adlandırmışdıq. B1-i 1-dir. B16-sı, yəni 16-cı elementi 2 üstü 15-dir. Və yaxud da bunu biz hesablayıb da yaza bilərik. Buradan bizdən silsilə cəmini soruşur. Çünki burada cəm var. Silsilə cəmi, deməli, həndəs silsilədə bu formadadır. B1 vurulsun. Q üstü n çıxılsın 1, bölünsün, məxrəcdə isə q minus 1. İndi burada yerinə qoyuram. B1 1-dir. 1 vurulsun, q 2-dir. 2 üstü n neçədir? N yəni ki, burada neçədən də biz həddi toplayırıq. Burada 15-i görüb çaşmırıq. Çünki bu 1-dən başlayır. Yəni 2 üstü 0-dan 15-ə qədər, 0-dan 15-ə qədər nə qədər? 16 dənə. Yəni 2 üstü 16 minus 1 bölünsün Q2 minus 1. Yəni Q2 idi. Bunu hesablasaq, deməli, bura onsuz ki 1 olur məxrəc. Yəni 1 vurulsun, bu 1-i yazmasaq da olar. 65.536 minus 1 bölünsün 1. Bu da olur 65.535. Biz indi nəyi hesabladıq burada? S-i, bəli, bu hasil. Deməli, düsturumuz belə idi. X vurulsun, artıq belə olur. 65.535 bayt bərabərdir 655.000 şeydir orada. Bu. Baxın, bunu deyirəm. Bu. 655.350. 350 bayta.
Buradan x-i tapanda 655.350 baytı bölürəm 65.535-i bayta. Baytlar gedir. Bunu da buna böləndə x düşür 10. Yəni 10 bayt. 10 bayt nə idi? 10 bayt baxın birinci səhifədəki informasiyanın həcmi idi. Deməli bura 10-dur. O da 7-ci səhifədə nə olur? Baxın bura. 2 üstü 6 vur x bayt. 2 üstü 6 64. 64 vur 10 bayt. O da olur 640 bayt. Deməli bu uzun və qarışıq məsələmizin cavabı oldu 640 bayt. Burada biz riyaziyyatdakı həndəsə silsilə düsturundan istifadə elədik. Yəni riyazi bir düsturdan istifadə etmiş olduq. Keçirim ikinci suala. İkinci sualda deyilir ki, ASCII kodlaşdırılmasında yığılmış mətni 4096 simvollu əlifbaya keçirən zaman onun informasiya həcmi 5 vurulsun 214 bayt artmışdır. Həmin mətn 64 simvollu əlifbada kodlaşdırılarsa, onun həcmi nə qədər olur? Baxın, bu keçirilmə məsələlərində ilk öncə yazıram. ASCII-də i, yəni məsələn indeksinə yazım ASCII. ASCII-də i bilirik ki, 8 bitdir. Bunu bitlə yazmaq məsləhətdir. 4096 simvollu əlifbada isə i bilirik ki, 12 bitdir. Düzdürmü? Və məlum məsələ ki, bu da artmalıdır. Çünki 8-dən 12 artma baş verir. Nə qədər artır? 4 vahid. Düzdürmü? Yəni 4x, x burada simvol sayıdır. Simvol sayıdır. 4x bərabərdir 5 vur 2 üstü 14 bayta. Burada 4-ün yanında olan şey bitdi. Nəyə görə? Çünki 12 bitdən 8 biti çıxanda 4 bit qalır. Amma burada baytdır. Onu da nəzərə alasıyıq. Deməli yazıram 4x bərabərdir 5 vur 2 üstü 14 vur 2 üstü 3 bit. Bu da bit daha ona görə. Burada da bit var. Bu bitlər bir-biri ilə gedir. X də bərabər olur. Deməli 5 vur 2 üstü 17 bölünsün 2 üstü 2, yəni 4. Bu da olur. Deməli hesablasaq olur nə qədər? 5 vur 2 üstü 15 simvol. Orada deyilirdi ki 64 simvollu əlifbada. Biz bilirik ki 64 simvollu əlifbada i 6 bitdir. Deməli biz bunu həcmini tapsaq 64 simvollu əlifbada 5 vur 2 üstü 15-i 6 bitə vururuq. Və bizdən istəyirdi ki, kilobaytla cavabı tapın. Kilobaytla tapmaq üçün də bit olduğuna görə mən bunu 2 üstü 13-ə bölürəm. 13 ilə 15 ixtisar gedir. Burada qalır 2 üstü 2. Yəni olur 5 vur 4 vur 6 kilobayt. Bu 5, bu 5'dir. Bu 4, bu 2 üstü 2'dir. 6 da 6'dır. 5'i 4'e vururam 20, 20'ni də 6'ya vururam 120 kilobayt. Deməli, bu həcm 120 kilobayt oldu. Keçdim 3-cü suala. Minimum simvollu qeyri-standart əlifbada bu söz, ifadə 40 bit informasiya koduna malikdir. Bu əlifbaya minimum neçə müxtəlif yeni simvol əlavə edilməlidir ki, həmin ifadə 80 bit informasiya koduna malik olsun. Deməli, baxın burada minimum simvolu deyirsə, mən bu sözdəki simvolları tapıram. Baxın, buradakı müxtəlif simvollar hansılardır? Y-dır, A-dır, D-dır, İ-dir, C-dir. A-nı artıq yazmıram, çünki bir dəfə yazdım. R-dır, 1-dir, 2-dir, 3-dür. Neçə dənə simvol var burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 simvol var. Düzdürmü? 9 simvolda bilirik ki, i 4 bitdir. Hansı ki, bu da uyğun gəlir. Burada 10 simvol var, onu da 4'ə vuranda 40 bit edilir. İndi deyir ki, bu əlifbaya, yəni bu 9 simvol əlifbaya neçə dənə müxtəlif yeni simvol əlavə etmək olar ki, minimum, yəni ən azı. Həmin ifadə 80 bit informasiya tutsun. Deməli, baxın, 80 bit informasiya tutması o deməkdir ki, burada 10 simvol var. Yəni 10 simvol 80 bit olsa, bir simvol nə qədər olur? Bir simvol olacaq 8 bit. Düzdürmü? Bir simvol 8 bit, yəni i olur 8 bit. Deməli, burada bizim enimiz 2 üstü i, yəni 256 simvollu bir əlifbadır bu. Simvollu əlifba.
Amma bu maksimumudur. Bizdən minimumunu istəyir. Minimum, baxın, bilirik ki, 128 2 üstü 7-dir. Düzdür? Yəni 128 dənə simvol olsa i7 olur. Amma 129 2 üstü 8-dir. Yəni burada minimum deyəndə elə 128-dən bir vahid böyük olan 129-u götürə bilərik. Deməli, bizim əlifbamızda minimum 129 simvol olsa, i 8 olur. i də 8 olanda həmin 10 simvollu yadigar 1, 2, 3 yazısı 80 bit yer tutur. Bizim 9 dənə simvolumuz, baxın, burada var idi 9 dənə simvol. 9 dənə simvol burada var idi. 129-dan da deməli bizə 120 dənəsi lazımdır. 9-u burada var. 120-sini də əlavə eləsək, elə 129 bizə lazım olan rəqəmi tapırıq. Deməli, burada minimum 120 dənə simvol əlavə eləmək lazımdır ki, deyilən şərti ödəsin. Keçdim 4-cü sual. 4-cü sualda deyilir. Müəllim dərs keçdiyi hər bir şagirdi imtahanda istifadə etməsi üçün unikal ikilik kod təqdim edir. Məlumdur ki, müəllim 4 sinifdə dərs keçir, hər sinifdə 25 şagird var. Kodların minimal və eyni uzunluqlu bit ilə ifadə olunduğunu nəzərə alaraq, bir unikal kodun informasiya həcmini müəyyən edir. Deməli, baxın, hər sinifdə 25 şagird varsa, ümumi şagird sayını tapmaq üçün nə etməliyəm? 25-i 4-ə vurmalıyım. Deməli, ümumi 100 dənə şagird var. Baxıram, 100 2-nin hansı qüvvətləri arasında yerləşir? 2 üstü 6 ilə 64 ilə 2 üstü 7, 128-in arasında, düzdürmü? Bilirik ki, böyüyü götürülənir. Yəni, deməli, burada bir şagird 7 bit yaddaşda yer tutur. Cavab olur elə 7 bit. Daha sonra 5-ci sual. Xüsusi diod lampa 3 fərqli rəngdə işıqlana bilir. Lampanın sönmüş vəziyyətini də nəzərə alaraq bir lampanın 4 müxtəlif vəziyyətdə ola biləcəyi məlumdur. Lampalar şəkildə kimi düzülmüşdür. Burada şəkil düşməyib. Yəni təsəvvür edin ki, burada lampalar var. 5 dənə 5 lampa. 2 eyni rəngli və ya sönmüş lampa yanaşı gəlməmək şərti ilə 5 lampa bircə neçə müxtəlif vəziyyətdə işıqlana bilər. İndi baxın. Deməli, burada nə deyir? Deyir ki, 3 dənə fərqli rəngdə lampa var. Məsələn, rəngi biri olsun qırmızı, yaşıl, sarı. Bir də olsun sönük vəziyyət. 4 dənə deyir vəziyyət var. Şərt deyir ki, 2 eyni rəng yan-yana gəlməsin. Və bir də sönmüşlər yan-yana gəlməsin. Deməli, 5 dənə lampam var. Tutaq ki, fərz edək, bunlar lampadır. 3, 4, 5. Bu 5 dənə lampa. İndi bu 5 dənə lampanın deməli, məsələn, birincisini fərz edək, mən qırmızı ilə başladım. Birincisində qırmızı yanır. İkincisində nə ola bilməz? Qırmızı ola bilməz. Amma bu 3 dənə ola bilər. Düzdür? 3 dənənin hamısı ola bilər. Burada fərz edək, yaşıl var. Burada yaşıl varsa, bura nə ola bilər? Yəni, yaşıl varsa, bura yaşıldır da, düzdürmü? Bu tərəfdə qırmızıdır. Deməli, bu tərəfdə qırmızı, sarı, sönük yenə də ola bilər. Yenə də 3 dənə. Burada fərz edək, sarı var. Bura sarıdırsa, yenə də qırmızı, yaşıl, sönük bura ola bilər. Fərz edək, bura sönük olan lampa düşüb. Sönüyün yanında da sönük olmaz. Bir dənə sönük olmaz. Yerdə qalan 3-ü, qırmızı, yaşıl, sarı yenə də olar. Deməli, birinci lampa yalnız qırmızı götürdüm. Digərləri də 3, 3, 3. Yəni, 3 üstü 4 olur 81. Bunu digər hallar üçün də eləyirik. Deməli, burada baxın. Məsələn, burada artıq yaşıl lampa götürsəm, yenə də bura olur 1, buralar yenə 3, 3, 3, 3, eyni analoji formada. Sonra onu sarı götürsəm, birincisini, sonrası yenə 3, 3, 3, 3, yenə 81 və birincisini sönmüş vəziyyətdə götürsəm, sonrakılar yenə 3, 3, 3, 3, bunların yerinə 1, 1 düşür. Bu da olur 81. Yəni, burada deməli 4 dənə 81 alınır. 4 dənə 81-dən məlum məsələdir ki, 81 vurub 4, 4-ü 1-ə 4, 324 vəziyyət edir. Burada, yəni sadəcə birincilərlə getdim, hamısını saydım. Sonra 6-cı sualda deyilir ki, avtomatik qurğu 32 hərfdən ibarət Azərbaycan əlifbasının böyük və kiçik, 16-lıq, 10-luq, 8-lik və 2-lik say sisteminin simvollarından ibarət əlifba tərtib etdi. Bu əlifbadakı simvol sayını tapa bilərikmi? Simvol sayı.
əlifbadakı simvol sayını tapa bilərikmi? Deməli, 32 hərfdən ibarət böyük və kiçik hərflər olur 64 dənə. Düzdürmü? 16-lıqda 16 hərf simvol var, 10-luqda 10 simvol var, 8-likdə 8, 2-likdə 2. Toplasam, deməli 80, 90, 100. Deməli, burada bu əlifbada 100 dənə simvol var. Düz deyirəm. Aha, bu əlifbanın hər bir simvolunu eyni uzunluqlu minimal bit sayı ilə kodlaşdırdılar. Minimal bit sayı. Deməli, 7 bit götürəsiz yəqin ki. Bu əlifbadan istifadə edərək deməli, bu əlifbadan istifadə edərək 192 səhifə və hər səhifəsində 512 simvol olan mətn hazırlandı. Bu mətnin ən azı neçə saniyə ötürülər? Deməli, burada sürət düşməyib. Bir dəqiqə. Baxın, burada sürət düşməyib, amma burada olmalıdır ki, 2 üstü 13 bit böl saniyə. Sürətlə ən az neçə saniyəyə ötürülər. İndi davam edək hesablamağa. Deməli, baxaq. Deməli, burada mən bildim ki, i 7 bitdir, düzdür? Bayaq var idi ki, i 164 ilə 128-in arasında olduğu üçün, 128-də 2 üstü 7 olduğu üçün i-ni götürdüm 7 bit. İndi mən burada həcmi tapmalıyam. Deməli, bizdən zamanı soruşur. Baxın, adi məsələn fizika məsələsi olsun. Zamanı tapanda nə edirik? Zamanı tapanda fizikada sürəti yolu sürətə bölürük. Burada da həcmi biz sürətə böləsiyik. Deməli, həcmimizi tapmaq üçün nə var burada? i var 7 bit, 192 səhifə, 512 simvol. İndi bunları yazıram. Deməli, 512 simvol və 192 səhifə vur 7 bit böl 2 üstü 13 idi də sürətli. 2 üstü 13 bit. Bitlər bir-biri ilə gedir, bərabərdir. 512 2 üstü 9 deməkdir. 192 də 64 vur 3 deməkdir. Səhv eləmirəmsə 64-ü 2 üstü 6 kimi yazıram. 3-ü də 7-yə vurub 21 yazıram. Burada da 2 üstü 13. Bu da olur 2 üstü 15 vur 21 böl 2 üstü 13-ə. Buradan da deməli bunlar ixtisar getsə qalır 2 üstü 2, yəni 4. 4 vur 21-də 4-ü də 21-ə vuranı olur neçə? 84 saniyə. Biraz qarışıq da yazsam, deməli burada zaman oldu 84 saniyə. 84 saniyə. Əziz izləyicilər, abituriyentlər, müəllimlər, ümumiyyətlə bu videonu izləyən hər bir şəxslər, ümid edirəm ki, video sizdən ötürü faydalı oldu. Bu videoda bu məsələlərin həllində çoxlu məlumatlar öyrəndiniz. Həqiqətən də məncə samballı məsələlər idi. Bir-iki dənəsinin çıxmaq şərti ilə orada sadələri də var idi. Məsələn, 4 nömrə idi deyəsən. Bu. Baxın, bu məsələn sadə. Bu sadədir, amma məsələnin uzunluğu biraz adamı çaşdıra bilər ki, bəlkə başqa bir şey eləməliyik və s. Amma ümumi götürəndə sadə tip deyə bilər ki, biz bunu. Amma digərləri həqiqətən samballı idi. Gözəl suallar idi deyə düşünürəm. Ümid edirəm sizdən ötürü faydalı oldu. Əgər videonu bəyəndinizsə, bəyənməyi, kanala abunə olmağı unutmayın ki, bundan sonra da daha gözəl, faydalı videolardan xəbərdar olasınız. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.